Nümunələr üçün ortaq fikri müəyyən edin. Uçur, qopardı, yatırdı. Həm ismə, həm fe'li xəbərin ifadə vasitəsi kimi düşünülə bilər. Bu yanlış fikirdir, çünki bu sözləri isim kimi düşünmək olmaz. İndiki zamanda işlənmiş fe'l kimi düşünülə bilər. Uçur sözünü düşünmək olar. Ümumiyyətlə, uçur sözünü iki cür düşünə bilərik. Bir dəfə uçurmaq fe'li kimi, bir dəfə isə indiki zamanda düşünə bilərik. Amma qopardı sözündə bir dəfə ar leksik şəkilçi olacaq, d şühudi keçmiş zaman. Digər versiyası isə qop, qopar, gələcək zaman, d idi hissəci. Yatırdı sözünü də bir dəfə leksik düşünə bilərik, bir dəfə də indiki zamanda düşünə bilərik. Amma burada hər üçü üçün indiki zaman deməyimiz düzgün olmaz qopardı sözünə görə. Quruluşla düzəltmə düşünülə bilər? Bəli, bu isə mümkündür. Çünki hər birindəki şəkilçiləri həm leksik, həm qrammatik düşünmək olur deyə cavabımız bu variantdır. İki fərqli şəkildə düşünülə bilər, yanlışdır. Çünki uçur sözünü bəli, əmr şəklində düşünə bilərik, əgər urleksik şəkilçidirsə. Amma qopardı, yatırdı sözlərini hər iki halda xəbər şəklində düşünmək olar. Çünki hər iki halda orada zaman şəkilçisi olacaq. Keçmiş zamanda işlənmiş fe'l kimi düşünülə bilər. Bu da yalnız keçmiş zaman aiddir, qopardı və yatırdı sözünə, uçur sözünə aid deyil. Ona görə ortaq fikir sayılmır.